Herkese salam. Bu dərsimizdə biz C dilində switch ifadəsindən danışacağıq. Switch əslində if-else məntiqinə oxşardır. Yəni o da bir şərt operatorudur. Şərt üçün istifadə olunur. Amma fərqi nədir və mən nə vaxt switchdən, nə vaxtsa if-elsedən istifadə edəcəm? Bunun haqqında danışacağıq. Və belə bir məlumat da qeyd edeyim. Mən switchdə yazılmış bir şərti, bir prosesi if-else vasitəsilə yaza bilirəm. Amma if-else vasitəsilə yazdığım hər bir şərti switch olaraq yazmaq mümkün deyil. Yəni bəzilərini bəli switch olaraq yaza bilərsiniz, amma bəzilərini yaza bilməzsiniz. Nə vaxt switch, nə vaxt if-else işlənməlidir? Bunu da sizə izah eləyəcəm. Burada bizim bəsit bir nümunəmiz var. Nümunəmizin məğzi nədir? Qısaca onu da deyim. Biz burada bir dəyərimiz var, gün adlı. Biz həftənin bir gününü yazırıq. Məsələn, burada mən 3 vermişəm və proqram gəlir şərtlərə baxır. 3-cü gündüsü 3-cü günə uyğun olaraq yazılır ki, gün 3. Bəsit bir nümunədir. Switch necə istifadə olunur? Biz birinci switch əmrimizi, belə deyək, ifadəsini burada qeyd edirik, yazırıq. Ardıca mötərizə və mötərizə içərisində hansı dəyərdən istifadə edirik? Məsələn, biz if-elsedə yazırdıq ki, gün bərabərdirsə 3. Burada artıq həmin o dəyər mötərizə içərisində qeyd olunur. Daha sonra biz belə deyək, fiqurlu mötərizə yoxdur, bəzəkli mötərizə ya da kod bloku mötərizəsi ondan açırıq və içərisində artıq case'lərimizi qeyd edirik. Case'lər nədir? Case'lər bizim şərtimizdir. Yəni 3 əgər 1-ə bərabərdirsə, bu case artıq bu mənaya gəlir. 3 əgər 2-yə bərabərdirsə və yaxud da 3-ə bərabərdirsə, 4-ə bərabərdirsə, bu case'lərin qarşısında həmin dəyərlərimizi qeyd edirik. Daha sonra boşa nöqtə işarəsi qoyub içərisində öz prosesimizi yazırıq. Burada break açar sözü var, belə deyək, ifadəsi var. Bu ifadə nə üçün istifadə olunur? Mən burada break yazmadan da belə deyək, switch yazsam, bu işləyəcək. Yəni bir problem yaranmayacaq. Bəs mən break-dən niyə istifadə etməliyəm? Çünki əgər mən break istifadə etməzsəm, bu zaman bütün belə deyək, bloklar ardıcıl olaraq icra olunmuş olur. Amma ki biz burada break yazdıqda girir, məsəl üçün bu prosesi icra edir və daha sonra break qırır həmin funksiyanı orada və burada da belə deyək, proses bitir. Gəlin kodumuzu işə salaq, nəticəsində görək. Gördüyünüz kimi gün 3 burada qeyd olundu. Proqram nə etdi? Gəldi, baxdı case 1 uyğun deyil, 2 uyğun deyil, 3 uyğundur və içərisindəki bu kodu işə saldı. Daha sonra burada break ifadəsini görüb bu switch'i burada da sonlandırdı. Yəni prosesi artıq break'i gördüyü hissədə qırıb digər tərəfə keçmir. Break bunun üçün istifadə olunur. Daha sonra bizə default hissə var. Default nədir? Əgər mən burada qeyd elədiyim bu case'lərdən heç biri uyğun gəlməsə, ki, məsələn, mən bura 30 yazsam, proqramı işə salsam, burada input səhvdir deyəcək. Input səhvdir nəyə görə? Çünki mən 30 dəyərini verdim və heç bir case ona uyğun gəlmir. Bu səbəbdən də artıq default olan hissəyə keçir ki, yəni heç bir şərt ödənməyibsə, gəl sən bunu istifadə et. Gəlin biz bu break'i silib o şəkildə də necə işləndiyini görək. Mən proqramı icra edirəm. Input səhvdir çünki 30 yazılıb. 0-ı silək, işə salaq. Burada gəlir 3-ü yazır, 4, 5, 6, 7-yə qədər. Yəni bu hissə artıq şərtin ödəndiyi hissədən aşağıda nə varsa hamısını işə salmış olur. Biz bu halda proqramı run etdikdə nəyə görə 3-dən aşağısı var, amma əvvəli yoxdur? Gəlin indi bundan danışaq. Bizim switch'imizin işləmə məntiqinə görə əsasən bu nəticəni alırıq. Switch'də nə edir? Uyğun gələn case'i tapır və işə salır. Və burada necə işləyir? Biz 3 dedikdə switch gəlir, case 3-ü tapır. Yəni biz burada dəyər 3 vermişik. Gəlir bunu tapır. Görür ki, uyğundur. Buradakı bir proses var ki, o prosesi işə salır. Hər hansısa bir prosesdə işə salır. İşə saldıqdan sonra ardıcıl olaraq digər case'lərə keçir. Çünki artıq digər hissələrdə case'ləri yoxlamır. O ona lazım olan case'i tapır, görür bu uyğundur və buradan başlayaraq işə salmağa gedir. Və bir-bir hamısı işə düşmüş olur. Bu səbəbdən mən burada artıq break əmrini versəm, digər case'lər işə düşməyəcək. Bəziləriniz düşünə bilərmi ki, belə deyək, bu niyə belə yazılıb, yanlışdır?
Əslində praktikada bundan istifadə də edilir. Yəni təbii ki, bu əsasən sizin görəcəyiniz işdən asılı olaraq dəyişir, amma bu tip bir yanaşmadan istifadə edilir. Məsələn, ola bilər ki, proqramı yazdıqda bizə elə bir ehtimal yoxdur, belə deyək, elə bir hal yaranar ki, biz müəyyən bir dəyərə çatdıqdan sonra nə varsa hamısını işə salmalıyıq. Yəni fikirləşin ki, sizin ardıcıl prosesləriniz var və sizə yarımçıq proseslər gəlir. Və siz o yarımçıq proseslərdə, məsələn, deyək, biri ikinci prosesdə qalıb, biri dördüncü prosesdə və həmin, belə deyək, dəyər, hesablama, hər nəsə o sizə gəldikdə, siz artıq switch case-də yoxlayırsınız ki, hə, bu iş harda qalıb ikinci prosesdə. O zaman gəlir case 2-dən başlayaraq həmin o proseslərin hamısını bir-bir icra eləyir. Və yaxud da digəri gəlir, həmin proses qalıb 3-cü mərhələdə, 4-cü mərhələdə. O gəlir 4-cü mərhələyə və ondan sonraki bütün mərhələləri ardıcıl idarə edir. Bu bəsit bir nümunə idi və bu tip məsələlərdə əslində bundan, yəni bu break olmadan bu şəkildə yazılışdan istifadə olunur. Switch ilə bağlı belə deyək, deyəcəyim bu qədərdir. İndi isə keçək əsas məqamına. Əsas məqamlardan birinə ki, switch və if-else nə vaxt hansını işlətməliyəm. Əgər sizin işlətdiyiniz, daha doğrusu yazacağınız prosesdə standart bir məntiq varsa, yəni daha doğrusu belə fix bir dəyər varsa ki, ilk 10 ehtimal, yəni 20 ehtimal. Məsələn, mən A böyükdür 5 dedikdə, burada 5-dən böyük sonsuz bir ehtimal toplusu var. Amma bir də var ki, mən A-nın 1 və 10 aralığında olan müəyyən qiymətləri var ki, hər bir qiymətində özünə uyğun müəyyən bir prosesi var. Artıq bu tip hallarda switchdən istifadə daha məqsədə uyğundur. Bunun da iki əslində yanaşması var. Nəyə görə məqsədə uyğundur? Bir, if-else'dən daha sürətli işləyəcək. İkinci olaraq isə kodunuzu daha səliqəli, daha belə düzgün formatda göstərir. Oxunaqlılıq baxımından da əslində bu önəmli bir tərəfdir. Bəs nəyə görə if istifadə olunur? Yəni nə vaxt biz switchdən yox da if-else'dən istifadə edirik? Bir, əgər bizdə ehtimallar fix deyilsə, yəni mənim 10 dənə ehtimalım var və filan ehtimallardır, bunların da hər birində müəyyən bir proses görülür. Bunda dedik switch istifadə olunur. Əgər bizim ehtimalımız bu şəkildə deyilsə, məsələn, A-nın 5-dən olan istənilən bir rəqəmi. Bu halda bir şey yazırsınızsa, bəli, artıq burada if-else'dən istifadə olunur. Daha sonra switchdə biz tam ədədlərlə işləyə bilirik. Əgər siz float, double kimi tipdə olan belə deyək, dəyişənlərdən istifadə edirsinizsə, artıq burada yenə if-else'dən istifadə etməlisiniz. Daha sonra müəyyən bir aralıqlarla əgər işləyirsinizsə, təbii ki, burada yenə də if-else'lərdən istifadə etməlisiniz. Bu, yenə deyirəm, sizin görəcəyiniz işdən asılı olaraq dəyişir. Amma əgər siz tam ədədlərlə, tam ifadələrlə, belə deyək, rəqəm olmaya da bilər, ədəd olmaya da bilər, bir ifadə də ola bilər. Bunlar əgər fixdirsə, müəyyən bir sayda bir ehtimalınız varsa və hər bir ehtimalda ayrı-ayrı bir proses görülürsə, artıq burada switchdən istifadə etməyiniz məqsədə uyğundur. Bu dərsimiz bu qədər idi. Anlaşılmayan, başa düşülməyən bir hissə varsa, şərh bölməsində bunu mütləq surətdə qeyd edə bilərsiniz. Növbəti dərsdə görüşənədək hələlik.